Əslində meniskin funksiyası dizimizdə yastıq funksiyasını yerinə yetirir. İki sümüyün bir-birinə sürtünməsinin qarşısını alır. Menisk yırtığı adətən iki növü var. Yaşlılarda degenerativ yırtıq, yəni artroza bağlı olaraq yırtıq ola bilir. Cavanlarda isə bu travmaya bağlı, ən çox da yenə də deyim, futbolçularda, voleybolçularda, yəni idmançılarımızda daha çox rast gəlinir menisk yırtığı. Hər zaman menisk yırtığı əməliyyata göstərişdirmi? Xeyr. Əgər tamam yırtıq, yəni tam yırtıq deyilsə və kəskin dövr deyilsə, əsasən də yaşlı insanlarda menisk yırtığının əməliyyatı ehtiyacı yoxdur. Biz burada nə istifadə edəcəyik? Fizioterapiya prosedurları ilə qan dövranını yaxşılaşdırıb, sonra isə oynaq daxili inyeksiyalarda, yəni iynələrdən istifadə edirik. Ən çox menisk yırtığında istifadə etdiyimiz oynaq daxili inyeksiya hialuron turşusu, yəni gelin vurulmasıdır ki, bu orada meniskin üzərinə düşən yükün qarşısını almış olacaq, yəni öz üzərinə götürmüş olacaq və bununla da xəstə ağrılardan azad olacaq.